Dünya şöhrətli müğənnimi Zeynəb Xanlarovanın nəvəsinin toyu olub. Zeynəb xanımın öz adını daşıyır nəvəsi. Qız oğlunun qızıdır. Yəni o da qız nəvəsi sayılır da. Xanım Tamirlan adlı bir oğlanla ailə qurub. Toy Gülistan Şadlıq Sarayında olub. Mən səhv etmirəmsə, oğlanlarının da Zeynəb xanım toyunu məhz Gülistan Şadlıq Sarayında edibdi. Deyirəm, o əninə davam edir də. Zeynəb xanım həmişə deyir ki, mən hər şeyə sadiqəm. İndi orada oğlanlarının toyunu etdiyinə görə gəlinin də, qız nəvəsinin də məhz toyu orada baş tutub, çox maraqlı olub. Bütün ünlülər orada olub. Yəqin ki, gördüyünüz video çaxlarda ki, hamı orada idi, foto çəkdirirdilər, oynayırdılar, şəkil çəkdirirdilər. Bircə mən yox idim o toyda. Amma istəsəydim, təbii ki, mən də cəhd etsəydim, nəvənin, Zeynəb xanımın nəvəsi Zeynəbin toyunda düşünürəm ola bilərdim. Qismət. Demək, gəlinlə bəy Tamirlandı. Zeynəbin artıq əri sayılır da. Həyat yoldaşının adı Tamirlandı və zala gərəksən mənə mahnısı ilə daxil olublar. Məhz bu mahnı da bizim gözəl Zeynəb Xanlarova ifa edib. Belə, çox maraqlı bir toy olub. Əsas odur ki, toyda mən izlədim. Bircə uşaq da yox idi. Haradakı uşaq yoxdur. O toy möhtəşəm olur, maraqlı olur və çox səliqəli olur. Allah sizi xoşbəxt eləsin, Zeynəb xanım.